Ben de öz adımdan, şirketimiz adından burada cəm olmuş bütün ziyaretçilere ve iştirakçılara Torpaq Çərşənbəsi münasibətilə Torpaq Çərşənbəsi günü ilə əlaqədar olaraq hamımızı təbrik edirəm. Bugün bildiğiniz kimi torpaq uyanış deməkdir və bugün burada toplaşan iştirakçıların el işlerini görmek bizim için çok değerlidir ve bu milletin yüzyıllarla yaşattığı değerlerine hürmetinin ifadesidir. Bunu balaca şagirdlerin kövrə əllərinlə hazırlanması onların yaddaşında əbədi yaşayacaq və bu dəyərlərimizə hörmətin və yaddaşlarda yaşayacağına heç bir şübhə yaratmır. Və mən bu insanlara, bu balacalara, bu iştirakçılara mən öz adımdan, şirketimiz adından dönə-dönə təşəkkür edirəm. Və bu milletin millet olması için en değerli bir şart onun değerleridir ki, onları biz burada yaşadırıq. Burada iştirak edən, bu işi təşkil edən, Regional Təhsil İdarəsi, Mədəniyyət İdarəsi və s. kimlər varsa hər birinə dönə-dönə təşəkkür edirəm. Və eyni zamanda bildiğiniz kimi 24-18'də il dəyişilir və bu astronomik olarak beraberlik deməkdir. Gecə və gündüzün beraberliği deməkdir. Bu beraberlik rəmzi olarak birlik ve beraberliğin ifadəsidir. Ve ben düşünürəm ki, biz de bir olmağı bacarmalıyıq. Bölüşməyi, paylaşmağı bacarmalıyıq. Bu bütövlüğün əlamətidir, bu sevginin əlamətidir. Bunu paylaşdıkça çoxalar və belə insanlar həmişə şükr edir. Və mən bir daha qarşıdan gələn Novruz bayramı münasibətilə hamını, bütün milleti, bütün insanları, bütün iştirakçıları təbrik edirəm və eyni zamanda qarşıdan gələn Ramazan bayramında da həmçinin hamınızı təbrik edirəm. Arzu edirəm ki, növbəti illərdə daha böyük tədbirlərlə bizi sevindirəsiniz, xalqımız sevinə və daha xoş, firavan, xoş günlər yaşasın. Var olun, sağ olun, təşəkkür. İndi isə Xonça Festivalının qaliblərini təqdim